بسم الله الرحمن الرحیم. ضرب الله مثلا رجلا فیه şuraka mutashakkisun. Zümer suresinin 29. ayəsi. Allah-u Teala şirk və tevhidi bir məsəl ilə izah edir. İnsan ki tevhid əhlidir, muvahhiddir və o insan ki şirklə yaşayır. O ki şirklə yaşayır. Allah-u Teala burada oxşadır, məsəli bücürdür. Deyir, bir nəfər qul ola, neçə nəfər bunun sahibi ola, ərbab ola. Özü də bir-birinə muvafiq və uyğun yox. Bir-biri ilə də müxalif, zidd. Biri deyə sağ tərəfə get, biri deyə sol tərəfə get. Biri deyə filan işi gör, biri deyə yox işi görmə. Deyir, bu adam nə hala qalar? Enerjisi bu ortada heç olar gedər. İnkişaf eləməz. Həmişə eninə əlaqələrdə o belə deyər, bu birisi onun əksinə, ziddinə deyər, enerjisi, ömrüsü, vaxtısı qutular gedər. Deyir, şirk də insanı ruhən belə dağıdar. Pərakəndəliğa. Qəlb içəridən vahidləşməz. İnsanın qəlbi vahidləşsə, mərkəzləşsə, enerji hamısı toplanar bir yerdə və insan maksimum inkişaf edir. Tevhid insanı beləncə yuxarıya aparar. Bir qüvvə, özdə həqiqi qüvvə, doğru sonsuz kəmal, insan onun cazibəsində kamilləşə. Bir də budur ki, sünni, yalancı qüvvələr ki, heç nə yoxdur. Nə mənfəəti var, nə zərəri var. İnsan onlarla, özdə pərakəndə olaraq, dağınaq olaraq, deyir, tevhiddən şirk bunançı bir məsələ oxşayır. Nə gözəl məsəl vurur. Tevhid qəlbi mərkəzləşdirər, qəlbi vahidləşdirər, insanın ruhunun enerjilərini, sərmayələrini, imkanlarını bir məsirə, bir istiqamətə yönəldər. Şirk insanı dağıldar, pərakəndələşdirər və enerjisini, imkanlarını müxtəlif istiqamətlərdə zay eləyər. Buyurur, Allah məsəl vurur. O kişini ki, fiyhe şuraka, onun barəsində şəriklər var, yəni bir quldur, sahibləri var, özdə mutəşakkisun, müxalif. Bunlar bir-biri ilə də uyğun gəlmirlər. Və bir də rəculən sələmən li rəculən. Bir də bir kişi ki, bir nəfərə tabidir, qəlbi bir istiqamətə bağlıdır. Həl yəstəviyan məsələn, bunlar musavıdırlar, bərabərdirlər. Bunların qəlbləri, ruhları, ömrüləri, imkanları bərabər formada olar. Tevhidlə şirkin məsəli bu ayədə belənci izah olunubdur. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.